Ümumiyyətlə elə Səidə xanım. Bizə ümumiyyətlə kim pul verir, bir Yo, dənə yo, 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 o mənbər tapsaydıq. O pulu görəndə sonuncu alçaq adamdır. Əgər bizim aramızda bir qara qəpik söhbəti olubsa, Allah deyirəm var, mənə belə deyim də qənim olsun. Yox, əgər o yalan deyirsə, qoy ona qənim olsun. Üzeyir bəy, mən Yox, elə yox. Bilirsiniz, mənə çox yazırlar ki, bu kanaldan o kanala gedir, yəqin buna yaxşı pul verirlər. Amerika buna pul verir. Vicdanıma and içirəm. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bilsəydi ki, mən hardansa bir qara qəpik kənar mənim pulum var, Bəli. o çoxdan məni susturmuşdu. Mənim Allah tərəfindən öz halal zəhmətimlə aldığım hərbi təqaüddür. Bəzən sual verirlər, pensiya alırsan. Bəli, pensiya alıram. Mən vətənimə xidmət eləmişəm, müharibə keçmişəm və pensiya alıram. Və pensiyanı da halallıqla alıram. Alıram, əziyyətimin bəhrəsi olaraq. Və onu da nazirdir, generaldır, gözünü çıxardaram ki, mənim pensiyama göz diksə. Çünki o mənim pensiyamdır, onun deyil. Sən onu nə vaxt qazanarsan, sən onda onu üzr istəyirəm özünə və yaxud da kimlərəsə, kimciyəzlərəsə xərcləyərsən. Pensiya mənimdir, mal mənimdir, özüm bilərəm.